Allah hamını malına bərəkət versin. Ev arasında, mülk arasında olan bütün bacı qardaşlarımıza Allah'tan istədiyi inşallah qismət etsin. Değerli izləyicilərim, bir dənə şirin qiymət gəlir, bir dənə bax çıxarmışam istərsin, bu zanada Albalıda. Həqiqətən bu qiymətə belə bir bağ axtarmayın. 3 sotun içində sənədimiz çıxarış, bax belə bir basenimiz də var, filtrli hovuzumuz da var. Evdə 100 kvadrat. İdeal bir qiymət. Evdə tamamlama işi qalıb. Yəni toku çəkilib, şkaturu vurulub. Burada bunun şeydir, motorxanasıdır. Evin hər bir tərəfindən keçmək üçün yeri var. Qiymət ideal bir qiymət. Belə yəni həqiqətən bu qiymətə belə bir yer axtarmıyor. Yəni kasıb bacı qardaşlarımız üçün, bağ istəyənlər üçün ilin 4 fəsildə yaşaması çox əlverişlidir həqiqətən. Ətrafdakı hamısı yaşayış. Bax belə bir heyeti var. Güc, 2 maşınlı rahat heyetinə girir. Orada bisetkası, mangalisi, yaşıl zonası. Evin hər bir tərəfinə keçməyə yeri var. Şəxsi tikili. Əsas odur ki, heyeti işi tamamlanır. Bir də basenimizin mozaikası qalıb. Keçək evimizin istəməsi sitahiş edim. Girəcədə bax böyle bir dənə hol. Değerli izləyicilərim. Bura studiya zaldır. Çox böyükdür həqiqətən. Tok sisteminə kimi çəkilib, hazır. Su xəttinə kimi çəkilib. Bura bunun hamam otağıdır. Daxilində değerli izləyicilər. Deməli, bu bir yataq. Bu da 2 yataq. Qiymət isə həqiqətən şok qiymət. Yəni gözünüzün qabağında da çox ideal, çox gözəl, şirin bağdır. Özü içəri gələndə heyeti girsə insan, buranın aurası insanı açır həqiqətən. Qiymətimiz elə bir qiymət gəlir ki, değerli izləyicilər, 105.000 manat. Qoyursunuz cibinizə, gəlirsiniz, halallaşırsınız. Gedirsiniz, asan xidməti alqı-satqınızı edirsiniz, Allah xeyrinizi versin. Evdə 15-20% iş qalıb. Ağartma işidir, yeri laminatdır, bir də ki, basenin mozaikası. Motorxanası da. Bax belə, xırda işlər qalıb. Əsas böyük işlər görülüb, o çirkli işlər görülübdür. Xırda işlərimiz qalıb, belə bir bisetkadır. Bunun altın bir aşpikası qalıb. Qəşəng taxtıyla vurub cəldirsən, vəsə. Burada şəlaləmiz. Orada yaşıl zonası, palma ağacları zadı. Qiymət 105.000 manat.